Bu gün redaksiya olaraq üzümüzü tuturuq xeyriyyəçi xalqımıza. Şəkillərdən gördüyünüz kimi Ayaz Bəhmanov Rəhmanoğlu 19 dekabr 2023-cü ildə anadan olub. Şəmkir rayonunun Mahmudlu kəndində dünyaya göz açıb. Babası Bəylər Bəhmanoğlu bizə müraciətində bildirib ki, 1960-cı ildə anadan olub, bir ayağı protezdir. 18 yaşından demək olar ki, həyatını itirib. Bugün Bəylər Bəhmanoğlu nəvəsi üçün bütün Azərbaycan xalqından, xeyriyyəçi xalqımızdan kömək istəyir. Şəkildə gördüyünüz Bəhmanov Ayaz Rəhman oğluna ilik köçürülməlidir. Lakin buna imkanları çatmadığından bugün uşaq çox əziyyət çəkir və həyatı olduqca təhlükə altındadır. Bu uşağın həyatda yaşamasını çox istəyirik. Axı o hələ körpə fidandır. Gələcəyi, ümidləri, xəyalları, valideynlərinin onunla bağlı bütün arzuları hələ qabaqdadır. Üzümüzü tuturuq bütün Azərbaycan xalqına. Bəhmanov Ayaz Rəhman oğluna kömək edək. Kömək edək ki, körpə fidanlarımız solmasın. Ümidlərlə, xəyallarla gələcəyə doğru sağlam addımlasın.